Bakıda və Abşeron yarımadasında aprelin 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu haqda Yeni Sabaha Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Qeyd edilib ki, yarımadanın bəzi yerlərində intensivləşəcək, şimşək çaxacağı, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-11 dərəcə isti, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq. Son günlərdə havanın temperaturundakı kəskin dəyişikliklər bir çox ölkədə insanların gündəlik həyatına təsir edib. Araşdırmalara görə bu ay dünyanın bir çox bölgəsində havanın soyuması müşahidə ediləcək. Aprel ayında adətən baharın daha da hiss olunmağa başladığı bir vaxt olsa da, bu il qeyri-adi hava şəraiti ilə yadda qalacaq. Avropa ölkələrinin əksəriyyətində, xüsusilə də Şərqi Avropada aprel ayının ortalarında gözlənilən soyuq hava dalğası artıq təsirini göstərməyə başlayıb. İnşa, Ukrayna və Rumuniyada temperaturun 0 dərəcəyə yaxınlaşması və bəzi bölgələrdə şaxtaların olması proqnozlaşdırılır. Həmçinin qardaş ölkə Türkiyədə də qarlı hava müşahidə olunur. Bəs bu nə ilə bağlıdır? Ölkəmizə necə təsir edəcək? Meteoroloq Cavid Hüseynov dünyada havanın soyumasını Yeni Sabah azar belə şərh edib. Avropanın şimal-şərq hissəsi, şimal-qərbi Sibir və Barens dənizləri üzərində siklon və antisiklonların formalaşması ilə səciyyələnən soyuq hava kütlələri yarandığı məkanda və əhatə etdiyi təsir dairəsində hava şəraitinin kəskin pisləşməsinə səbəb olur. Havanın aşağı təbəqələrində faktiki temperaturla norma arasındakı fərq 5-8 dərəcə, yuxarı təbəqələrdə isə 2-4 dərəcə arasında dəyişir. Ekspert bildirib ki, hazırda Respublikamızın ərazisində müşahidə edilən küləkli hava şəraiti siklonik fəaliyyətlə əlaqədardır və yaz fəsli üçün xarakterikdir. Soyuq hava kütlələrinin ölkəmizin ərazisinə daxil olması ilə yaxın bir neçə gün ərzində havanın temperaturunun kəskin dəyişməsi, aşağı düşməsi və leysan yağıntıların yüksək dağlıq ərazilərdə qar şəklində yağmasına, sahilyanı və düzənlik ərazilərdə isə güclü küləklərin əsməsinə səbəb olacaq. Əlavə edək ki, mütəxəssislər havanın bu qədər dəyişkən və qeyri-sabit olmasını qlobal iqlim dəyişiklikləri və La Niña fenomeni ilə əlaqələndirirlər. La Niña boylu atmosfer axınlarını dəyişdirərək bəzi bölgələrdə havanın soyumasına, digərlərində isə normadan artıq yağıntılara səbəb olur.